Rusiyada əmək fəaliyyəti ilə məşğul olan bəzi əcnəbilər üçün gəlir vergisi üzrə yeni ödəniş qaydası təsdiqlənibdir. Federasiya Şurasının təsdiqlədiyi qanuna əsasən 27-ci il yanvarın 1-dən fiziki şəxslərin şəxsi və ya məişət ehtiyacları üçün çalışan, Rusiyada müvəqqəti və ya daimi yaşayan əcnəbilər aylıq 1700 rubl məbləğində sabit avans ödənişi etməli olacaqlar. Müqayisə üçün qeyd olunur ki, təşkilatlar və ya fərdi sahibkarların yanında çalışan əcnəbilər üçün bu məbləğ hazırda aylıq 1200 rubl təşkil edir. Qanuna əsasən Rusiyada yaşayan 18 yaşınadək əcnəbi uşaqlara və digər himayəsində olan şəxslərə görə avans ödənişi baza məbləğinin 50% həcmində artırılacaq. Sənədə əsasən miqrasiya orqanları verilmiş daimi yaşamaq icazələri və müvəqqəti yaşamaq icazələri barədə məlumatları vergi orqanlarına təqdim edəcəklər. Bundan əlavə 26-cı il oktyabrın 1-dən etibarən Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına ötürülən əcnəbilərin gəlirləri ilə bağlı məlumatlar vergi sirri statusu ilə qorunacaq.